Hə. Bakı iyunun 15-i 2025-ci il 20-ci əsr. Bakı əhli bu günləri keyfdədir də. Qəşəng külək əsir. Şimal-qərb. Şimal-qərbdən çox şimal külək əsir. Moşq beləsinə də 45 saniyədə 45 metr gücündə, qüvvətində. Temperatura hal-hazırda gözünüzün qabağında. Görürsünüz 20 dərəcə Bakı. Başın, baxın, görün, bilin və agah olun. Bakıda şərait necədir hal-hazırda. Bakının özündə ümumiyyət demirəm. Yəni ki, hal-hazırda mən söhbət Əhmədlidən gedir də. Əhmədlini çəkirəm, mən Əhmədli cavablayam. Cavablayam nə mənada? Yəni ki, çəkdiyim video kadrlardır sayəsində də, bu barədə. Ancaq bu barədə. Baxıram, görürəm, hava necədir, çəkirəm, sizin nəzərinizi çatdırıram ki, siz də baxasınız, bilib və agah olasınız. Bizim bu binamızın qabağıdır. Görürsən, ağacları bunları mən əkmişəm şəxsən, birindən başqa. Bütün bu ağacları mən əkmişəm, birindən başqa. Baxıram, qaranquşlar adam ələ saldılar, sarıblar bu qaranquşlar cəmaəti. Abıçına bu qaranquşlar göydə uçurlar, nə vaxtı? O vaxtı ki, hava isti olacaq da, yəni göyün 7-ci qatında uçurlar, söhbət ondan gedir, yuxarıda. İndi hal-hazırda moşdu belə külək əsir də, bu qaranquşlar da ki, peyda olublar məndə başlayır. Nə qarğa var, nə quşlar var da, göyəlçinlərdə, bəlkə qaya göyəlçin deyirlər, onlar da quşlar. Onlardan da yoxdur, yəni tək-tük olaraq görmək olar. Əsasən, bunlar harayaşın çalırlar hazır Bakının səmasında, bu qaranquşlar. Bundan görəcəksiniz, görməyəcəksiniz bu xırda quşları da. Bunlar uçurlar. Bu yandan o yana, bu yana. Yəni ki, bəyənə nə ilə, əyəndən bəyənə. Çatdılar södə gəlmişlər, başa düşdüzlər eləmək istədilər. Cəmaət öz işindədir. Yəni, maşınlar gedir, avtobuslar gedir. Hər şey öz ştat rejimində davam edir. Yəni, Bakıda həyat davam edir. Bu günləri iyun ayın 15-idir, nəzərə çatdırıram. Hansı gündür bu günləri? Nə ilə əlaqədar bu gün? Onu sizin intuisiyanıza bıraxıram. Tapın da, görün nə gündür bu günləri? İyunun 15-i günləri.